güləşçi idi bir nəfər. Həm də arif idi. Həm idman sahəsində güclüydü, həm mənəviyyat sahəsində. Dedilər ki, necə oldu sən belə bir bəsirət gözün açıldı. Yarışa getmişdim. Rəqibimin anası gördüm, halva paylayır. Rəqibim də məndən zəif idi. Deyir ki, nəzir demişəm ki, oğlum qələbə çalsın bu güləşdə. Mən onun üçün bu halvanı burada paylayıram. Gördüm, qoca yaşlı adam gəl burada halva paylayır. Bu yandan da idmanın qüruru var, mən məşhur idmancı, bu məndən zəif. Deyir, dedim, yox, bu ananı sevindirmək üçün buna məğlub olacam. Deyir, həmin məqamda deyir, özüm zəifliyi göstərdim, o məni kürəyimi yerə vurdu, qalib gəldi. Deyir, kürəyim yerə dəyən kimi qəlb gözüm orada açıldı, bəsirət gözüm orada açıldı. Çünki şan şöhrət istəyi və bu rəqibin məsələn yaxın